Bizler suya, oksijene, yeməyə ehtiyac olduqda o biz oluruq. Ancaq o bizlər o digər insanlara diqqətli olduqda, o digər insanları anladıqda, heç tanımadığımız insanları o dərk etdikdə, onları anladıqda, onların o duyğularını o duyğumuz kimi hiss etdikdə isə bizlər əsl özümüzə qayıdırıq. Salam əzizləyicilər. Bu videoda sizlərlə o bir gerçəyi, insanlığın o çox zaman unutduğu, ancaq unutmamalı olduğu bir gerçəyi sizlə bölüşmək istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, o videolarımı izləyirsinizsə, o bəyənirsinizsə və abunə olmamısınızsa, hələ də abunə olmağınızı, o məni o dəstəkləməyinizi, videolarım o bəyənib, o rəylərdə öz fikirlərinizi o bildirməyinizi o sizdən xahiş edirəm. Hər birinizin o rəyinə o cavab o veriləcəkdir. Əzizləyicilər, o bizlər həyatımızı yaşayırıq. O doğuluruq, ömrümüzü o sürürük, yaşayırıq, o davam edirik və sonra da o dünyamızı dəyişirik. Ancaq o bizim o fərq etmədiyimiz, o bizim anlamadığımız, o çox zaman o fikir vermədiyimiz, önəmsəmədiyimiz o bir gerçək var. O bizim həyatı necə yaşamağımız. O məşhur yazıçı o Tolstoyun da o dediyi kimi insan yaşayır. O bədəninin o lazım olduğu su, yemək və oksigen. Bunlar insan o bilir ki, bunlar insana lazımdır yaşamaq üçün. O bəs insanın yaşamağı üçün, o həyatı hiss etməyi üçün, sadəcə nəfəs alaraq o deyil, həyatı hiss edərək, həyatı o duyaraq, həyatdan zövq alaraq yaşamağı üçün bəs insana nə lazımdır? O bizlər o bədənimizi o qidalarla o bəsləyirik. Zamanında yatırıq, yuxumuzu alırıq. Suya o çox böyük ehtiyacımız olur. Çünki susuz o bir gün o belə yaşaya bilmərik. Su içməsək baş ağrımız, o qanda oksigenin zəifləməsi, bu tip hallar yaşanır. Və həyatda ən çox da bizim oksigenə ehtiyacımız var ki, o bir dəqiqə belə oksigensiz qalsaq həyatımızı itirərik. O bəs bizim ruhumuzun, o bizim o mənəviyyatımızın, o bizim o daxili o bədənimizin o nəyə ehtiyacı var? O bizlər özümüzü o fərd olaraq o sanırıq. Yəni bu ruhumuzun o qidasını özümüzün o başarıları ilə, özümüzün uğurları ilə, istəklərimizi o nail olmaqla o doldurmağa o çalışırıq. Ancaq bu bizə yetmir. O bizlər hansı o başarını, hansı uğuru da əldə etsək, bir baxırıq, bir hiss edirik ki, hələ də o nəsə o çatmır. O dünya məşhuru o bir o yıldız da olsaq indi o fərqli sahələrdə də bu ola bilər. O dünya məşhur alim də olsaq, o dünya məşhur o biznesmen də olsaq, o milyonlara, o milyardlara sahib də olsaq, o bəzi anlarda o baxırıq ki, o nəsə o çatmır. O bizim o qidamızın, o ruhumuzun o qidasını ödəmək üçün o nələrsə o çatmır o bizim orqanizmimizdə, o bizim o daxili orqanizmimizdə, ruhani orqanizmimizdə. O məşhur aktyor o Jim Carrey'nin də o dediyi kimi, o siz elə bilirsiniz ki, o şan-şöhrət, uğurlarınız, o sahib olmaq, o sizi o bəsdir artıq o deməyə vadar edəcək. Ancaq o bəs olmur. İnsanın o fərqli şeylərə ehtiyacı var. İnsanın enerjiyə ehtiyacı var. İnsanın o sevgiyə ehtiyacı var. İnsanın özü ilə o maraqlanmasına ehtiyacı var. O bir digər o məşhur aktyor, o demək bunu biz o məşhur o Matrix filmindən o tanıyırıq, o Neo karakteri olaraq. O insan o milyonlara o sahibdir. Hollywood aktyorudur. O sevilən o məşhur bir yıldızdır. Ancaq bu aktyor o bahalı evlərdə, villalarda yaşamır. O bahalı maşınlar sürmür.
Onun yaşadığı ev sadəcə o bir normal bir evdir. Yəni hər kəsin sahib olacağı bir evdir. Onun sürdüyü o maşın isə ümumiyyətlə yoxdur. O gedəcək o yerlərə o metroyla, avtobusla o gedir və sırada insanların o daxilində, içərisində, ətrafında olur. O sizə bu videoda o bildirmək istədiyim ondan ibarətdir ki, o bizlərin o o maddi o bədənimizi o nə qədər o qidalarla, o nə qədər o su və oksigenlə o təmin etsək də, o zehni fəaliyyətimiz olan o beynimizi o nə qədər uğurlarımızla o məmnun etməyə o çalışsaq da, o nə qədər o şəxsi həyatımızın o o gözəlliyi ilə o məmnun etməyə çalışsaq da, o bizim o ruhumuzun o qidası hələ də yarım qalır. O bizim ruhumuzun o qidası isə o o digər insanlara, o tanımadığımız insanlara, heç əlaqəmiz olmadığı insanlara yaxşılıq etməkdir. Onların acısına, onların o dərdinə o şərik ola bilməkdir. Əgər o bizlər bunu bacarmırıqsa, bunu edə bilmiriksə, hələ də eqomuza qapılaraq özümüzü ön plana çəkiriksə, özümüzün uğurlarını, o başarılarını, həyati fəaliyyətlərini köklənmişiksə, o demək biz hər zaman o nəyinsə o yarım olduğunun o fərqinə varacağıq. O bilirsiniz əzizləyicilər, o tanımadığın, daha doğrusu o tanıdığın insana o yaxşılıq etmək, tanıdığın insanın o dərdinə şərik olmaq, və tanıdığın insanın uğurunda və onun o pis günündə onun yanında olmaq, bunu hər kəs edə bilər. Bunu sıradan insanlar da edə bilər. Ancaq bu bizim ruhumuzun o qidası olmur. O ruhun o qidası o sizlərin heç o tanımadığı insanlara, heç sizin əlaqənizin bir saniyə belə olmadığı insanlara yaxşılıq etmək, onların o dərdinə o şərik olmaq, onların o dərdini, sıxıntısını hiss etməkdir. Bizlər o qədər özümüz qapılmışıq ki, o digər insanların o həyatları ilə, o digər insanların o dərdləri ilə, problemləri ilə, o digər insanların xoşbəxtlikləri ilə, yaxşılıqları ilə maraqlanmaq ehtiyacını bizlər unutmuşuq. Bizlər maddi varlıqlar deyilik. Bizlər tam enerjisel varlıqlarıq. Bizlər Tanrıdan gələn o mənəvi varlıqlarıq. Bizlər sadəcə olaraq bu bədənə həbs olmuş. Bu bədən bizim matriksimizdir. Bu bədənə bizə həbs edən isə bizim eqomuzdur. Bizim xəyalımıza qapılmağımızdır. Bu həyat bizim xəyalımızdan formalaşan bir illüziyadır, hallüsinasiyadır. Biz burada yaşayırıq. Bizlər şizofrenik insanları gördükdə onların dəli olduğunu, onların normal bir insan olmadığını ilk təəssürat yaradır. Ancaq bəlkə də bu həyat bizim bütün insanlığın şizofrenik bir xəyalıdır. Bizə o qədər bu xəyala bağlanmışıq ki, bizdə o qədər bu sistemə bağlanmışıq ki, bizlər hər şeyi unutmuşuq. Ta əvvəldən baxsaq, ta əvvəldən yanaşsaq, görərik ki, insanlığın yaranması Tanrı məkanındadır. Bu dünyanın, bu kainatın var olması isə bizlərin eqomuza qapılmağımızdır. Bəli, cənnətdən, cənnət deyilən o məkandan bizim qovulmağımızın səbəbi bir meyvə və ya bir taxıl yeməyimiz deyil. Belə olsa, Tanrının bu böyük bir ədalətsizliyi olardı ki, təkcə Adəmlə Həvvanın haram meyvədən yeməyinə görə bütün insanlıq milyardlar, trilyonlar və hətta kvintrilyonlar qədər digər insanlar bir dənə iki insanın səhvinə görə o məkandan qovulur. Bu əlbəttə ki, Tanrının ədalətsizliyi olardı. Ancaq bu belə deyil. Onlar cənnətdən enerjisel, mənəvi bir məkandan təkcə bir almaya görə qovulmayıblar. Orada meyvə timsalın çəkilməsi, orada
haram ağac, haram o meyvə, o deyilməsi o bir metafordur. O bizlərə o düşünməyimiz üçün, o bizlərin o dərk etməyimiz üçün, o bizlərin anlamağımız üçün, o beynimizi, o zehnimizi, şüurumuzu işlətməyimiz üçün o bir metafordur ki, biz araşdıraq, o dərinə enək və o dərk edək. İnsan o sırf açıqca o deyilən bir ifadəni oxusa belə, onu o dərk etmir. İnsanın o dərk etməsi üçün o bilicini, o bir nüansı araşdırması lazımdır. Onun o dərinliyinə enməsi lazımdır. Və Tanrı da o belə etdi. O bizə metafor o verdi, o meyvə metaforu və dedi ki, bu metaforunu araşdırmağa o başlayın. O belə fikirləşsək, o cənnət kimi, o maddi olmayan, o maddiyyatda, o kənar bir məkanda həmçinin də bir meyvənin, bir maddəsəl bir meyvənin olması da absurddur. Orada o meyvə əslində olmayıb. Bu meyvə o metaforu, o meyvə o deyilən bir anlayış, o bizə bu həqiqəti göstərir ki, o meyvə adı altında o bizi o dilmək istəyən o gerçək odur ki, meyvə o bir maddəsəl bir anlayışdır. O bir maddəyə malikdir, atomlardan ibarətdir, molekullardan ibarətdir. Bu dünyanın da o bütün yaradılışı atomlardan və maddəsəldir. Son o kvant fizikası o sahəsinə aparılan araşdırmalar, aparılan o təsdiqlənmiş o bulğular, sübutlar da onu göstərir ki, bu dünyada o maddə sandığımız hər şey əslində enerji alanlarıdır. O bizlər izlədikdə ətrafımızda olan bu maddəsəl o dünyanı yaradırıq. İzləmədikdə isə heç bir şey yoxdur. Hər şey enerji sahəsi olaraq var olur. O bizlər izlədikdə o qəbul etdiyimiz o görüntünü yaradırıq. O deyək ki, arxaya baxırsınız və siz artıq o bilirsiniz ki, sizin arxanızda hansı bir maddəsəl sistem, struktur var və siz baxdıqda o maddəsəl struktur arxanızda sizin formalaşır. Burada onu o demək istəyirəm ki, o bizlərin o cənnətdə o qovulmağımızın tək səbəbi o bu dünya illüziyasını, bu maddə illüziyasını anlamağımızdır. Bu maddə xəyalını o yaratmağımız və bu maddə xəyalına o qapılmağımız və beləcə bizlər eqonu o dərk etdik. Bu sahib olduğumuz eqomuz o sayəsində də bu dünya həyatı, bu maddəsəl həyat formalaşdı. O bizim vücudumuz o yarandı. Çünki bu maddəsəl həyatla əlaqədə olmaq üçün o bizim vücuda ehtiyacımız axı var. Ona görə orada demək istədiyim ondan ibarətdir ki, əzizləyicilər, bu maddi həyat, bu yaşadığımız bu dünya bir maddəsəl bir o görüntüdür və bu görüntünü biz öz xəyalımızda yaradırıq. O bizdən nə qədər bir-birimizdən uzaqlaşsa, o nə qədər o tanımadığımız insanları bir ayrı bir respublika hesab etsək və onlara o qarışmasaq, o qədər də bu maddi xəyala o qədər də o qapılırıq və bu maddi xəyal içərisində qapıldıqca o dərinə, o dibə endikcə isə o bizim o ruhumuz zəifləyir. Artıq eqomuz o ruhumuzun, o bizim o mənəvi, o mənliyimizin o qarşısını o keçir. O çoxluq o təşkil eləyir. Və artıq o biz özümüzü unuduruq. O bizlər o bir-birimizdən ayrı o deyilik. O bizlər əslində o bir-birimizin o yanındayıq. O bizlərin enerji o sahəmiz o bir-birimizin o daxilindədir. Bir-birimizə o sarmal olaraq o qarışmış haldadır. O bizlər heç zaman özümüzü o fərd olaraq ayrı bir insan o bədən olaraq hesab etsək də, o buna qapılsaq da, özümüz o məşğul olsaq da, əslində o bizlərin o zehni, enerji, o düşüncəmiz bütün insanlıq olaraq o vahiddir və bütün insanlığın enerjisi isə o Tanrı enerjisidir. Tanrı o bir çox o dini o kitablarda o bildirib ki, hətta o Budda o kitabında, o Buddizm o kitabında da o yer alır ki, sizlər o sonda o Tanrıya o qayıdacaqsınız. Yəni bu cür ifadə, bu o mənanı özündə o daşıyan ifadə hər bir o dini o kitabda, hətta o Buddizmdə o belə var.
O bizlər insanlıq olaraq o dünya illüziyasına, o və zaman illüziyasına o qədər o qapılmışıq ki, özümüzü həm o fərd olaraq zəiflətmişik, həm də o Tanrıya o dönmək yolunda özümüzün o yolunu uzatmışıq. O bizlər o Tanrıdan bir parça o deyilik. Tanrı isə o səmada olan, bizi izləyən, o sonda o cəzalandıran və o mükafatlandıran bir varlıq o deyil. Çünki o Tanrı ümumiyyətlə o varlıq o deyil. O Tanrının o Tanrı olması onun o varlıqdan, onun o maddəsəldən uzaq olmasıdır. O bütün insanlıq bir-biri ilə o vahid əlaqə ilə o bağlıdır. Amma o təəssüflər olsun ki, bu əlaqəni indi o bizlər zəiflədir və qırılma həddinə o gətiririk. Tanrı isə bütün insanlığın özünün ilahi o dənizində olduğu bir ilahi okeandır. Bunu o dərk etməli, özümüzün o mənliyini, özümüzün o qavrayışını anlamalıyıq. O Tolstoyun da o dediyi kimi, o məşhur yazıçı. Bizlər suya, oksigenə, yeməyə ehtiyac olduqda o biz oluruq. Ancaq o bizlər o digər insanlara o diqqətli olduqda, o digər insanları anladıqda, heç tanımadığımız insanları o dərk etdikdə, onları anladıqda, onların o duyğularını o duyğumuz kimi hiss etdikdə isə bizlər əsl özümüzə qayıdırıq. Ona görə əziz izləyicilər, bu videonu o çəkməkdə o niyyətim o bizlərin, o məni izləyənlərin bu həqiqəti o dərk edərək özünə qayıtmasıdır. Bizim özümüz o Tanrının o zatıdır. O bizim özümüz o bütün insanlığın o vahid bir respublikasıdır. O bizim özümüz enerji o yüksəlməsi sonsuz olan bir enerji dənisidir. İzlədiyiniz üçün o təşəkkür edirəm. Əgər o videonu o bəyəndinizsə, o bəyənməyi, kanalıma abunə olmağı və bildirimləri açaraq o rəylərdə öz fikirlərinizi sərbəst olaraq ifadə etməyi sizdən xahiş edirəm.